Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. İlk olarak həmişəki kimi hər şeydən öncə həmd olsun aləmləri Rəbb olan Allaha. Və Allahın salamı olsun bütün peyğəmbərlərə, onların sonuncusu olan Muhammedə sallallahu aleyhi ve sellemə. Bugünkü mövzumuz Allahın izni ilə həddindən artıq mühüm olan mövzulardan bir mövzudur. Mövzumuzun ünvanı, dərsimizin ünvanı Allahdan həya etmək. Subhanahu ve Teala. Allahdan həya etmək. Lakin bu elə bir mərhələdir ki, siz də görəcəksiniz, eşidəcəksiniz. Asan məsələlərdən deyil. Yəni, Allahdan həya etmək məsələsi o qədər də asan deyil. Yəni, bizlərdən hər hansı birimiz istəsək ki, Allahdan həya edək, Subhanahu Teala, mütləqdir ki, Allahı tanımaq. Allahı tanımaq, bayaq dediyim iki məsələ. Allahı tanıyandan sonra qəlb Allaha bağlanır. İstənilən bir kəs Allahı tanıyır, öyrənir. İndi inşallah onun da yollarını öyrənəcək. Allah nə cür tanılır, Subhanahu Teala. Ondan sonra nədir? Ondan sonra insanın qəlbi Allaha bağlanır. Elhamdülillah. Artıq nəticə hasil olur. Siz deməyin, bu Allahdan həya etmək məsələsi üçüncü mərhələymiş. Ondan öncə iki dənə məsələ var imiş. Hansılar idi? Allahı tanımaq. Allahı tanıdıqdan sonra qəlbin Allaha bağlanması. Mücərrəd olaraq qəlb Allaha bağlanandan sonra istər-istəməz insan nədir? Allahdan həya edir. Allah Subhanahu wa Ta'ala'nı tanımaq Allahın özü haqqında kitabında bizə xəbər verdiyi formada və onun Resulü Muhammed sallallahu aleyhi ve sellem bizə öyrətdiyi kimi. Heç şübhəsiz ki, Allahı tanımaq tövhid ilə olur. Yəni, Allahı tanımaq tövhid ilə baş verir. Allah Subhanahu wa Ta'ala tövhidi öyrənmək haqqında, özünün tanınması haqqında əmr edir. Buyurur ki, فَعْلَمْ أَنَّهُ لَا إِلَهِ إِلَّا اللّٰهِ Bil ki, Allahdan başqa ibadətə layiq olan haqqı ilə məbud yoxdur. Bil ki, Allahdan başqa ibadətə layiq olan haqqı ilə məbud yoxdur. Orada birdən soruşarsınız ki, harada da orada əmir? Ərəb dilə qrammatikasına baxanda görürük ki, buradakı bu ayədə gələn siyaq əmir formasıdır. Əmrə dəlalət edir. İbn Abbas radiyallahu anh buyurur ki, tövhid ilə bağlı, yəni Allah Subhanahu wa Ta'ala ilə bağlı, La ilahe illallahla bağlı 37 yerdə keçməkdədir. Quran-ı Kerimdə 37 yerdə keçir ki, Allahın Subhanahu wa Ta'ala təkliyinə işarət edir, yox. La ilahe illallaha işarə edir. Amma Allahın təkliyinə bütün ayətlərdə demək olar ki, nədir? İşarələr vardır. 37 yerdə sarih şəkildə, məsəl üçün, necə ki Allah Subhanahu wa Ta'ala buyurur ki, Və ilahukum ilahun vahid. La ilahe illahuvə rahmanurrahim. Subhanahu wa Ta'ala. Və ilahukum ilahun vahid. Fikir verdiniz, ilah sözü keçir. Həmçinin Allahu la ilahe illahuvəl hayyul qayyum. İstərsə Əli İmran surəsində, istərsə Əl-Bəqara surəsində və digər surələrdən. Deməli, ən birincisi nədir? Allahı tanımaq tövhid ilə. Allahı tanımaq tövhid ilə. İnsan Allahı tanıyandan sonra qəlbi dedi ki, nədir? Bağlanır Allaha Subhanahu wa Ta'ala. Baxın, Allahı tanımağın yolları əslində çoxdur. Biz bunları niyə görə öyrənirik? Kim deyər bunları niyə görə öyrənirik? Biz nəticəni əldə etmək istəyirik də. Nəticə nə idi? Əhsəntum. Allahdan həya etmək. Allahdan həya etmək istəyiriksə, mütləq fikirlə biz Allahı tanıyaq. Elə deyilmi? Ola bilməz ki, kimsə Rəbbini tanımasın. Sonra ondan nədir? Həya etsin. Mümkün olan şey deyil. Yəni, burada ziddiyyət var. Kimsə Rəbbini yaxşı tanımasa, heç vaxt ondan nədir? Həya etməyəcək. Siz də biraz bundan sonra eşidəcəksiniz. Subhanallah, Allah Subhanahu wa Ta'ala'nın əzəmətli məxluqları var. Allahın əzəmətli məxluqları var. Bunların səbəbi ilə, bunların sahəsində biz Allahı tanıyırıq. Məsəl üçün, Allah Subhanahu wa Ta'ala bizə heyvanlardan misal verir. Dağlardan, daşlardan, yerlərin döşənməsindən, göylərin təvan edilməsindən. Subhanahu wa Ta'ala. Baxırsınız ki, həqiqətən Allah Subhanahu wa Ta'ala kəramət sahibidir. Allah yerlərin və göylərin sahibidir. Allah gecəni gündüzə qatır, gündüzü gecəyə qatır. Ölüdən diri çıxarır, diridən ölü çıxarır. Subhanahu wa Ta'ala. Yəni, bütün bu olacaqların, olanların hamısı nədir?
Allah üçün çox asan olur. Necə ki, Allah-u Teala başqa yerlərdə, Quran-ı Kərimin başqa surələrində, neçə ayətlərdə keçir. İzə qada əmran fə innəmə yəqulu ləhu kun fəyəkun. Allah Subhanahu wa Teala istənilən bir işin olmasına ol deyir. O da dərhal olur. İstənilən bir iş. Nə olursa olsun, bizim üçün çətin olan işlər Allah üçün çox asandır. Siz düşünün ki, bütün böyük məxluqları, bütün dünyanın yaradılışına Allah ol deyib Subhanahu wa Teala. Allah üçün çox asandır. Vallahi, insan Allahın məxluqları ilə, əslində bizim özümüzün yaradılışımız ən böyük dəlillərdən deyilmi? Ən böyük sübutlardan deyilmi? Allah Subhanahu wa Teala deyir ki, nəfslərinizə baxın. Nəfslərinizdə nə qədər ibrətlər var. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Allahın məxluqlarından bizə xəbər verib. O məxluqlara baxanda, onların əzəmətini görəndə görürük ki, subhanallah, məxluqlar bu cür nədirsə, bəs Xaliq nə cür? Nə cür əzəmət sahibidir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, mənə izin verildi ki, bir mələkdən xəbər verim. Mələklərin birindən danışam. Fikir verin, subhanallah. Hansı ki, o mələklər ki, ərşi daşıyan 8 mələkdir. Allahın ərşini daşıyan, Subhanahu wa Teala'nın. Xəbər verir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onların birinin deyir, qulağından çiyninə olan məsafə, qulağı ilə çiyni arasında olan məsafə nədir? 700 illik quş suratı ilə uçulan bir məsafədir. Düşünün ki, quş 700 il uçur, hələ gəlib o çatmıyor. Fikir versin, subhanallah. Necə böyük məxluqlar. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, mən deyir, Cəbraili aleyhisselamı 2 dəfə özünün qiyafəsində görmüşüm. Özünün şəkilində. Bilirsiniz, Peyğəmbərimizə sallallahu aleyhi ve sellemə Cəbrail aleyhisselam kişi cildində gəlirdi və yaxud səslə gəlirdi. Vəhilər gələndə, vəhi nazil olanda. Həmçinin özünün qiyafəsində 2 dəfə. Burada bir məsələ var. Burada haşiyə çıxım, dönəcəm inşallah mövzuya. Bəzi qardaşlarla başa düşürlər ki, Allah, Peyğəmbər sallallahu aleyhi ve sellem Allahı görüb. Xeyr. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu dünyada Allahı görmür. Yəni, Cəbraili görüb aleyhisselam. Çox adamlar elə başa düşürlər ki, nədir? Cəbrail aleyhisselam deyəndə Allahı elə başa düşürlər, amma bu doğru deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Cəbraili 2 dəfə özünün qiyafəsində görmüş. Buyurur ki, subhanallah, Cəbrail aleyhisselam 600 qənətli bir mələkdir. Allah-u Teala onu 600 qənətli bir böyük məxluq olaraq xəlq edib. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, onunla görüşəndə bir qənəd açmış deyil. Bir dənə oranı gözümüzün qabağına gətirə bilirik. Yəni, o cürə əzəmətli mələk bir qənədini də açmış deyil. Mən deyir, üfüqün deyir, harasına baxırdım deyir, göy səmasına. Onu görürdüm deyir, subhanallah. Allahu akbar. Nə cürə əzəmətli böyük bir məxluqdur. La ilahe illallah. İnsan baxanda ki, məxluqlar bu cür nədirsə, bəs Xaliq nədir? La ilahe illallah. Biz, yəni, la ilahe illallah öyrənməliyik yoxsa yox? Öyrənməliyik. La ilahe illallah nə cür öyrənmək? Mücərrad olaraq dildə yox. La mə'buda bi haqqin illallah. Biz bildik. Allahdan başqa ibadətə layiq olan haqqı ilə məbud yoxdur. Xeyr. Allah Subhanahu wa Teala bizlərə nəyi əmr edir? Nəylərdən bizi çəkindirir? Biraz bundan sonra inşallah bunlar haqqında götürəcəyik. Deməli, Allahı Subhanahu wa Teala necə tanıyacağıq? La ilahe illallahla, la ilahe illallahı öyrənməklə, hansı ki Allah-u Teala özü əmr edib ki, onu öyrənmək istəyiriksə, oxuyaq, öyrənək, elm öyrənək. Allahın ad və sifətləri ilə Subhanahu wa Teala. Allahın ad və sifətlərini insan öyrəndikdə, Allahı daha da nədir? Yaxından tanıyır. Bu cür olanda insan elm öyrənəndə Allah haqqında onun xaşyəsi artır, xoşusu artır. Ən böyük dəlillərdən nədir? Yəni, yer üzündə sual verilsə ki, Allahdan haqqı ilə qorxanlar kimlərdir? Alimlər. Nasıl olaraq ayət var? Quran-ı Kərimdə Allah Subhanahu taala buyurur ki, qulları arasında Allahdan ən çox qorxanlar kimlərdir? Alimlər, elm əhli. Sizcə nəyə görə? Onların qara qaşlarına, qara gözlərinə görə? Xeyr. Sadəcə onlar Allah haqqında olan elmlərinə görə. İnsan Allah haqqında öyrəndikcə, yəni Allah haqqında elm öyrənəndə insanın qəlbi genişlənir. Qəlb genişlənir, artıq Rəbbini tanıyır. Rəbbini tanıdıqdan sonra artıq Allahın haramlarını və halallarını qoruyur. Yer üzündə Allahdan ən çox qorxan insanlardan ən birincisi kim idi? Muhammed sallallahu aleyhi ve sellem. Sallallahu aleyhi ve sellem. Siz düşünün ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Allahdan nə cür qorxurdu? Allahu akbar. Allahdan nə cür qorxurdu? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir fayda var burada. Ümumi peyğəmbərlər, bütün peyğəmbərlər, Allahın hamısına salam olsun, onların imanları sabit idi. Yəni onların imanları heç vaxt azalmırdı. Allah onlara vəhiy göndərəndən, peyğəmbər seçəndən
Nəbi seçəndən onların imanları sabit qalmışdı. Azalmırdı və əksilmirdi. Bizdə amma nədir? Azalır və əksilir, düzdür? Azalır və çoxalır. Möminlərdə itaət ilə çoxalır, asiliklə azalır. Yeganə Peyğəmbərdir ki, Muhammed sallallahu aleyhi ve sellem, onun imanı hər gün artırdı. Subhanallah. Fikir verirsiniz, sallallahu aleyhi ve sellem. Yəni 23 il ərzində Allah onu Peyğəmbər seçəndən hər gün onun imanı artırdı. Hər gün onun təqvası artırdı. Yəni dünəni bugünü kimi deyildi. Fikrimi çatdıra bilirəm. Hər gün onun təqvası imanı artırdı sallallahu aleyhi ve sellem. Ən çox Allahdan qorxan yer üzündə kim idi? Muhammed sallallahu aleyhi ve sellem. Bu nəyin nəticəsi idi sizcə? Allahı tanımağın. Allahı tanımağın. Subhanallah, biraz öncə dediyimiz kimi Allah subhanahu teala məxluqlarına baxanda insan fikirləşsən ki, həqiqətən Allah nə cür əzəmətlidir. Subhanahu teala, Allah nə cür əzəmətlidir. Və həmçinin bəzi məxluqlar var, onlar da mələklərdir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, göy üzündə bir addım olsun belə və yaxud şibr deyil, hədisdə şibr keçir, bir qarış olsun deyə yer yoxdur. Onları, o göy üzünün dərəcələr var, göy səmasında, birinci qat, ikinci qat, orada mələklər var. Bu mələklər xəlq olunublar, xəlq olunan gündən Allaha ibadət edirlər. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, göyün deyir, elə qatı var ki, orada deyir, mələklərdən bir qrupu Allah onları xəlq edəndən rukuda dayanıblar. Fikir verirsiniz. Allah onları xəlq edəndən onlar ruku vəziyyətindədirlər. Subhanallah. Ta qiyamət gününə kimi. Başqa cür mələklər var. Başqa bir qism. Onlar Allah subhanət onları xəlq edəndən səcdədə dayanıblar. Və digərləri nədir? Qiyamda dayanıblar. Ancaq ibadətlə məşğuldurlar. Ən təəccüblüsü arasında, subhanallah, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah qiyamət günü olanda, yəni Allah dünyanı dağırdanda, hər şey məhv olanda, onlar sizə nə deyəcəklər? Həmin o mələklər. Kim tapar sizə? Subhanallah. Deyəcəklər, Subhanək. Allahı tərif edəcəklər, deyəcəklər, paksan, münezzəhsən bütün evlərdən. Mə abədnəkə haqqa ibadədik. Sənə layiqincə ibadət elə bilmədik. Allahu akbar. Bilirsiniz nə deməkdir? Yəni bizlərdən birimiz nə qədər rukuda dayanır? Bizlər, subhanallah, Allah bizi bağışlasın, yəni namazları heç doğru şəkildə qala bilmirik. Allah rəhm edən qullardan başqa. Elə deyilmi? Düşünün ki, o məxluqlar, o mələklər, subhanallah, rukuda dayanmaq əsrlər boyu onlar rukuda dayanırlar. Allahu akbar. Səcdədə dayanırlar. Nə cür Allaha ibadət edirlər. Buna baxmayaraq, deyəcəklər ki, qardaş buyurduğu kimi, biz sənə layiqincə ibadət elə bilmədik. Fikir versiniz, subhanallah. Deməli, biz Allahı subhanahu teala'nı tanıyırıq. Tanıyandan sonra nə olur? Bu cür olandan sonra, Allah sizlərdən razı olsun, Allah Teala bizlərə nəsib etsin bu cür hala gəlib çıxmağı. İnsanın qəlbi artıq nədir? Allahla bağlı olur. Mualləq olur qəlb, Allahla. Qəlbdəki, elhamdülillah, xoş o insanların anla. Xoş o insanların anla ki, onların qəlbləri Allah ilə bağlıdır. Allah ilə bağlı olan qəlblər çox zəngin olur. Qəlbləri çox zəngin olur, subhanallah. Bundan sonra nədir? Nəticə olaraq üçüncü nə gəlir? Həya gəlir. Sizcə bu cür məsələləri biləndən sonra, öyrənəndən sonra, Allahı tanıyandan sonra insan günahı rahat şəkildə elə yox, çətin şəkildə. Çətin olur, rahat şəkildə elə bilməz. Fikirləşər ki, Allahın subhanahu teala'nın üzərində haqları var. Allah məni görür, izləyir. Bu bilsin hansı mərhələdir? Allah məni görür mərhələsi insaniyyətin dünyada və axirətdə ən xoşbəxtçilikdir. Saadənin xoşbəxtçiliyi ən yüksək məqamıdır. Bundan o yanı yoxdur. Hansı məqam? Allah məni görür. Subhanallah. Allah məni görür. Başlayır insan nə eləməyə? Allahdan həya eləməyə. Daha da təəccüblüsü nədir? Mən sizə bir neçə misallar verəcəm. Allah sizdən razı olsun. Bu misalları əslində Rəbbimiz ilə müqayisə etmirəm. Həşə. Yəni, yaraşmaz ki, hər hansı bir məxluqla Allah müqayisə olunsun. Sadəcə olaraq mən istəyirəm ki, fikirlərimi çatdıram sizlərə. Bu misalların ətrafında fikirləşmək üçün əslində bu misalları verirəm. Amma ki, müqayisə məsələsi deyil. Baxın, müdür var. Bir yerdə yəni müdürün işçiləri var. Deyək ki, bir şirkətdir. Şirkətdə nədir? İşçilər var. Bir zavoddur, bir fabrikadır. Orada müdür qayda qoyub ki, səhər iş sağı neçədə başlayacaq? 9-da. Axşama kimi, neçəyə kimi? 6-ya kimi. 9-dan 6-ya kimi işçilər nədir?
mültəzim olaraq orada işləsinlər. O işçilərdən bəziləri olur ki, nədir? İşə gecikirlər. Deyək ki, saat 10-da gəlirlər, 5-də çıxırlar. Hər dəfə 1 saat nədir? O müdürün qoyduğu qanunları yerinə yetirmirlər. Başqa bir misal, məktəbdir. Məktəbdə müəllimlər, direktor, yəni qayda qoyublar ki, saat 8-dən 1-ə kimi. Bəzi yerlərdə 8-də olur, bəzi yerlərdə 9-da. Dərs vaxtı. Orada tələbələrdən bəziləri nədir? Gecikirlər dərsə. Onlar 9-da gəlirlər, saat 12-də çıxırlar. Yəni, dərs vaxtlarına nədir? Dərs vaxtlarını, yəni, məktəbdə qoyulan qayda qanunlara riayət eləmirlər. Üçüncü bir misal, evdə valideynlər var. Bir də ki, nədir? Evladlar var. Allah bütün müsəlmanların evladlarını qorusun. Hər bir evdə valideynin, ata-ananın özünün qayda qanunları var, elə deyilmi? Uşaqlar üzərində. Bu uşaqlar da valideynlərə qarşı çıxırlar. Təbiri doğrusu bizim dildə valideynlərin üzünə ağ olurlar. Bu üç misal, yəni fikrimizi hatıra bildim də. Müdürdür, müdürün işçiləri var, məktəbdir, müəllimlərin, müəllimələrin tələbələri var, bir də valideynləri nədir? Evladları. İndi sual, bu insanlar, bu işçilər və yaxud bu tələbələr, bu evladlar, bu əməlləri edəndə, yerinə yetirməyəndə, o qaydaları yerinə yetirməyəndə, bunlar günah edirlər, yoxsa dünyavi məsələni yerinə yetirmirlər? Günah deyil də, onlara yəni, əməl dəftərində günah yazılmır, düzdür? Dünyavi bir məsələdir. İkinci sual, sizcə o müdürlər, müəllimlər və müəllimələr, valideynlər, həmin o işçilər üçün, tələbələr üçün, evladlar üçün qəzəblənirlər, yoxsa yox? Tənbih edirlər də, düzdür? Hətta müdür deyəcək, qardaş, sənə mənə kim işçi lazım deyil. Elədir, elə deyil. Mən sənə qayda qoymuşam ki, saat 9-da gəl, sən də 10-da gəlirsən. Mən istəmirəm. İndi fikir verin, subhanallah, bunlar məxluqlardır. İki məxluqun arasında olan baş verən məsələlərdir. Müdür də məxluqdur, işçilər düzdür. İndi, subhanallah, gəlin fikirləşək ki, biz qullar, Allahın qulları. Allaha qarşı günahlar edirik, asiliklər edirik. Allah subhanahu wa ta'ala bunun müqabilində bizə lütf edir. La ilahe illallah. Elədir, elə deyil. Allah bizi ilə, bizim ilə rəhməti ilə müamilə edir subhanahu wa ta'ala. Amma o işçilər, müdürlər, adillikləri ilə, qayda var, qanun var, düzdür? Onlar əslində adildirlər işlərində. Deyirlər ki, qardaş, sənə marş verilir və sənin də iş vaxtın buradan buraya qədərdir. İndi, subhanallah, fikirləşin ki, bizim asiliklərimizə görə Allah da bizimlə öz adilliyi ilə yəni, müamilə etsəydi, halımız necə olardı? Məhv olardı insanlar, subhanallah. Yer üzündə adam qalmazdı. Allah subhanahu teala nə qədər geniş mərhəmət sahibidir. Subhanahu teala. Kətəbə alə nəfsihi rəhmə. Allah Teala buyurur ki, Allah özünün nəfsinə rəhimli olmağı yazıb. Subhanahu teala. Öz nəfsinə rəhimli olmağı yazıb. İnsanlara qarşı, qullara qarşı. Fikir verin, insanlar gecə gündüz Allaha günah edir. Gecə gündüz. Amma Allah onun müqabilində nədir? Lütf edir. Edir, etmir. Allah subhanahu teala evlad verir, can sağlığı verir. Nə bilim, nemətlər yüzlərlə, milyonlarla. Vallahi milyonlarla nemətlər var. Həddi hududu yox, saymaqla bitirmək olmaz. Buna baxmayaraq Allah subhanahu teala nədir? Adildir, rəhimlidir, kəramətlidir subhanahu teala qullarına qarşı. İndi qullar da gərək bunları fikirləşsinlər. Həqiqətən. Bunlar da fikirləşsinlər ki, Allah subhanahu teala bizə qarşı nə qədər rəhimlidir, mərhəmətlidir. Allah bizə gördüyümüz və görmədiyimiz, gizlində nə qədər yaxşılıqlar edir. Və bizim bildiyimiz nə qədər yaxşılıqlar var. Vallahi ki, Rəbbimiz kəramət sahibidir, subhanahu teala. Rəbbimiz əzəmət sahibidir. Həmişə insan gərək fikirləşsin ki, Allah subhanahu teala kəramət sahibidir. Və Allahdan qorxmağa çalışsın. Allahdan qorxmağa çalışsın. Və bundan sonra nə olur? Nəticə baş verir. Bundan sonra nəticə baş verir, insan həya edir. Yəstəxfunə minən-nəsi və lə yəstəxfunə minəllah. Allah subhanahu teala buyurur ki, onlar insanlardan deyir, həya edirlər, utanırlar, çəkinirlər. Lakin Allahdan çəkinmirlər. Əvələ ya'ləmunə ənəllaha ya'ləmu mə yusirrunə və mə yu'linun. Onlar elə zənn edirlər ki, onlar gizlidə saxladıqlarını, aşkara çıxartdıqlarını Allah bilmirmi? Ələm ya'ləm bi ənəllaha yara. Onlar bilmirmi ki, Allah görür. Nə qədər ayətlər var Quran-ı Kərimdə. Həqiqətən bu cür olanda, insan Allahı tanıyanda, insanın qəlbi Allaha yaxınlaşır, artıq o məqam gəlib çatır. Uca Allahdan dilərəm, Allah bizə nəsib eləsin. O məqama gəlib çatmaq, həqiqətən. Əzəmətli bir məqamdır. Bilirsin hansı məqamdır o? Vallahi, quş kimi göydə uçmaq. 2 nəfərdir. 2 nəfərdir. Qıraqdan baxanda elə
Cəmaət elə zənn edir ki, bu yeri yer üzündə. Amma əslində deyil, elə deyil. O quş kimi uçur göy üzündə. Bilirsiniz nəyə görə? Subhanallah. O dünyanın ən yüksək saadətinə nail olub. Rəbbim məni görür. Muhsinlik dərəcəsidir. Necə idi Peyğəmbər sallallahu əleyhi və səlləmə Cəbrail əleyhissalam soruşanda İslam haqqında, iman haqqında, ihsan haqqında buyurur ki, Cəbrail əleyhissalam "Əxbirnə anil ihsan." İhsan haqqında xəbər ver. Peyğəmbər sallallahu əleyhi və səlləm necə deyir? "Ən tə'budallaha kənnəkə tarahu, fə in ləm təkun tarahu fə innehu yarak." Allaha elə ibadət et ki, onu görmüş kimi. Bunu bacarmasan bil ki, Allah səni görür. Yəni insan gərək həmişə bunu gözün qabağında belə eləsin. Danışanda, oturanda, duranda, yeyəndə, içəndə, evində, çöldə, həmişə. Harda olursansa ol, bil ki, Allah səni görür. İttaqilləhə heythumə kunt. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allahdan qorx. Harda olursansa ol, Allahdan qorx. Başqa bir məsələ, bu qorxu da iki qismə bölünür. Bəzən olur ki, bizim özümüzün beyinlərimizdə bir proqram var. O proqrama görə biz özümüzü idarə edirik. Əslində bu proqram doğru proqram deyil. Allahın proqramı var, subhanahu teala. Allahın qayda qanunları var. Onları biz beyinlərimizə, zehinlərimizə yerləşdirməliyik. Bu qorxu və bir də nədir? Ubudiyyə, ibadət, qulluq. Bir-bir inşallah danışacağım. Surələrin birində keçir. Unuttum, səhv eləmirəm, Həşr surəsində. Həşr surəsində keçir. Şeytan insana küfr etməyə əmr edir. İnsan küfr etdikdən sonra deyir ki, mən səndən uzağam. Mən səndən uzağam. Sonra deyir ki, mən deyir, qorxuram aləmlərin Rəbbi olan Allahdan. Bura fikir verin, bu olduqca mühüm faydadır. Deyir ki, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Şeytan iddia edir ki, Allah aləmlərin Rəbbidir. Və qorxusunu da deyir. Sual, onun qorxusu keçərli qorxudur, yoxsa yox? Şeytanın qorxusu. Yox. Keçərli deyil. Yəni, kesin ki, orada mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Yəni, onun deməsi doğrudur, yox səhvdir. Zahir olaraq doğrudur da, düzdür. Açıq aşağı ayətdə keçir ki, mən doğrudur. Amma onun təqvası keçərli təqvadır, yoxsa yox? Keçərli təqva deyil. Bəzən olur ki, Allah bizləri islah etsin, bağışlasın. Bayaq dediyim kimi də, bizim beynimizdə o proqram var. O proqramla olmaz belə eləmək. Yəni, o ubudiyyə məsələsi var ya, qulluq məsələsi. Qulluq məsələsini Allahın dediyi kimi etmək lazımdır. Yəni, özümüzün fikirləşdiyimiz kimi yox. Özümüzün fikirləşdiyimiz kimi olanda, bilsin necə olur. Bəzən edirəm, bəzən etmirəm. Bunu da eləyim, heç nə olmaz. Bu da eləməyim, bu da eləyim. Elə deyil. Və bir də nədir? O qəlb məsələləri. İnsan gərək qəlbinə dönsün həmişə. Allahın, subhanahu wa ta'lanın dediklərini yerinə yetirəndə, əmirlərini yerinə yetirib qadağalarını çəkinəndə, qəlbdə gərək heç bir sıxıntı duymaz insan. Buna görə qəlb nədir? Sıxılmaz. Əksinə, sevinsin qəlbləri. Ümid edirəm ki, bu qədər kifayətdir. Allahdan diləyirəm ki, Allah subhanahu wa ta'la eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah subhanahu wa ta'la bizi Allahdan qorxanlardan etsin. Və həmişə Allahdan həya edənlərdən etsin. Subhanakallah və bihamdika əşhədu an la ilaha illa ente estağfiruka və etûbü ileyk. Barakallahu fikum.